bu tip mədəniyyət layihəsi təkcə Laçınla bağlı deyil, həm ölkə əhəmiyyətli bir layihədir. Artıq qurulan Qarabağımız həm də bu festivalla özünün bir mədəniyyət sahibi olduğunu və beynəlxalq layihələrə ev sahibliyi etmək qabiliyyətində olduğunu göstərir. Bugün Laçında belə bir festivalın keçirilməsi çox məndərin böyük hadisədir. Laçın Bakı ilə, Şuşa ilə mədəniyyət rəqabətinə başladı.